Mövzumuz bağçadan məktəbə, təhsil sistemində nitq üsullu uşaqlara düzgün yanaşmadır. Ümumiyyətlə bir şey qeyd edeyim ki, bugünkü təlimimizin əsas məqsədi həmin kritik dövrdə, bağçadan məktəbə keçid dövründə uşaqlara necə yanaşmalıyıq, hansı üsullardan istifadə etməliyik, bunları öyrənməkdir. Nitq üsulu olan uşaqlar üçün zaten bu bağçadan məktəbə keçid dövrü kritik dövr hesab olunur. Bunlar üçün bu dövr sadəcə parta arxasında oturmaq deyil, əsasən onların psixoloji və sosial sınağı kimi qəbul olunur. Məqsədimiz də onları başa düşərək, anlayaraq, düzgün istiqamətləndirmək, pedaqoq olaraq düzgün yönləndirməkdir. Ümumi bir mövzuya keçməzdən əvvəl istəyirəm bir nitq inkişafının belə deyim, xüsusiyyətlərinə nəzər yetirək. Hansı yaş dövründə necə inkişaf edir nitqimiz? 0-1 yaş dövründən başlayaq. Bu yaş dövrü səs və qığıldama dövrü adlanır. Bu dövrdə ilk sözlər yaranmağa başlayır. Məsələn, bir çox valideynlər bunu kəkələmə kimi uşaqların nitqi açılanda belə deyim, təsvir edirlər, amma kəkələmə heç bir əlaqəsi olmayan bir şeydir. Hecaların təkrarı, məsələn, ilk təqlid eləmə bacarığı burada yaranır uşaqlarda. Mamma, ba, bi, eyni səsdə, eyni hecaları təkrarlayırlar. Bu da heç bir kəkələmə əlaqəsi olmayan bir belə deyim, uşaqlarda rast gəlinən bir haldır. İlk sözlər formalaşır burada. İlk belə deyim, ünvanlı olaraq valideynlərə, ətrafındakı tanıdığı insanlara müraciət formalaşır. Məsələn, mama, bibi, eyni hecadan ibarət, ata, ana, belə fərqli hecadan ibarət, amma sadə sözlərin formalaşması başlayır. Bu dövrdə təqlid eləmə bacarıqları uşaqlarda bu yaşda inkişaf edir. Bəzən valideynlər deyirlər ki, 2 yaşına gəlib uşaq çatıb, amma danışmır. Anlayır, amma danışmır. 2 yaşından sonra uşaqda təqlid eləmə başlayır. Ondan sonra da valideyn nə deyirsə, uşaq onu təkrarlayır. Bu da uşaqlarda ixlaliyyə səbəb olur. İxlaliyyə da nitqin təkrarlanmasıdır. 1 yaşında təqlid eləmə inkişaf eləməlidir. Hətta 6-12 ay çərçivəsində qoyuruq biz bunu. Bu dövrdə təqlid eləmə inkişaf eləməlidir, amma bəzi uşaqlarda nitq inkişafdan qalır, psixi ləngimə olur deyə onlarda təqlid eləmə 2 yaşından sonra başlayır. Bu da zaten nitq inkişafsızlığının bir göstəricəsidir. 1-2 yaş dövrünə gələk. 1-2 yaş dövründə artıq sadə sözlər, sadə cümlələr qurulmağa başlayır. Lüğət ehtiyatlarında hardasa 50-100 söz olur. Bunu da bütün uşaqlara aid eləmirik. Elə uşaqlar ola bilir ki, 200-dən artıq söz ehtiyatı ola bilir. Uşaqlarla pedaqoji cəhətdən valideynin işləməsinə əlaqəli bir durumdur. Bu da sadə cümlələr qurur. Məsələn, Anna gəl, mama get, ata su. Belə deyim, feillərdən tam olaraq istifadə edə bilməyə bilərlər uşaqlar. Amma ən azından 2 sözdür. Ata su deyəndə ata su verib biz zaten ondan gözləyə bilmərik. Onu biz korreksiya eləyə bilərik ki, su ver, ata ver. Bu şəkildə onu düzəliş eləyə bilərik uşaqlarda valideyn olaraq. Daha sonra 2-3 yaş dövrü. 2-3 yaş dövründə artıq 2-3 sözdən ibarət cümlələr qurulmağa başlayır. Sadə feillərdən, şəxs əvəzliklərindən istifadə edə bilirlər uşaqlar. Mən getdim, o gəlir, sən get. Bu kimi şəxs əvəzliklərini artıq hallandırıb istifadə edə bilirlər. Bəzən məntiqi cəhətdən suallara cavab verə bilirlər, sadə təlimatları başa düşə bilirlər. Məsələn, hər hansısa bir əşyanı otaqdan get gətir deyəndə uşaqlar onu gedib gətirə bilirlər. Bu da tipik inkişaf edən uşaqlara aiddir. Məsələn, psixi inkişafında, psixi funksiyalarında bir ləngimə olan uşaq 2-3 yaşına gəlib çatıb, elə uşaqlar olur ki, oturdur təlimatlarını belə anlamaqda çətinlik çəkirlər. Burada da bir çox nevroloqların səhvi olur ki, yönləndirirlər uşağı bağçaya. 2-3 yaşına gəlib çatıb uşaq danışmır, sakitləşdiricilər, antidepressantlar yazırlar, yönləndirirlər bağçaya ki, bağçada danışır. Amma belə bir şeyin olması mümkünsüz bir şeydir. Çünki hansı vəziyyətlərdə biz
uşaqları yönləndiririk bağçaya. Uşaq özünü ifadə edə bilir artıq. Anlaması, qavraması var, amma söz ehtiyatı azdır. Cümlə qurmasında çətinlik çəkir. Cümlənin qrammatik tərəfini, leksik tərəfini istifadə etmədə çətinlik çəkir. Onda uşağı göndərə bilirik bağçaya ki, uşaqlarla ünsiyyətdə olsun, məşğələlərdə iştirak eləsin, nitqi daha da sürətlə inkişaf eləsin. 2-3 yaş dövrü uşağın nitqi üçün ən kritik dövr hesab olunur. Mavi ekran dediyimiz televizor, telefondan maksimum uşaqları uzaqda saxlamaq tövsiyə olunur ki, bu da uşaqların nitq inkişafı üçün çox önəmli bir belə deyim prosesdir. Mavi ekran ümumiyyətlə uşağın diqqətini, psixi funksiyalarının hamısını olduğu mərhələdə saxlayan bir texnologiyadır. Çünki belə deyim, uşaq cizgi filmlərinə baxır, digər nələrəsə baxır. Durmadan ekranda, belə deyim, ekrandakı şəkillər dəyişir, hər şey dəyişir. Uşaq diqqətini bir yerə artıq cəmləyə bilmir. Monoloji nitq uşaqlarda inkişaf eləyir. Bu belə 3-5 yaş dövründən danışaq. 3-5 yaş dövründə artıq qrammatik, fonetik daha doğrusu inkişaf belə deyim, prosesi sürətlənir bu uşaqlarda. Cümlələri artıq qrammatik cəhətdən daha düzgün istifadə eləməyi öyrənirlər. 1000-2000-dən çox söz olur artıq söz bazalarında. Əksər sözlərin düzgün tələffüzü olur, səslərin düzgün tələffüzü formalaşmağa başlayır. Ümumiyyətlə səs tələffüzündə 5-6 yaşına kimi formalaşıb bitən bir prosesdir. 5-6 yaşından əvvəl disleksiya diaqnozu qoyub uşağa işləmək düzgün deyil. Çünki 6 yaş, 6 maksimum 7 yaşa kimi bütün səslər uşaqlarda formalaşıb bitir. Sonra 5-6 yaş dövrü, 5-6 yaş dövründə artıq nitq daha səlis olur və yazılı nitqə hazırlıq mərhələsidir bu mərhələ. Sözlər tam tələffüz olunur bu uşaqlarda, məntiqi ardıcıllıq inkişaf eləyir, suallara daha geniş cavablar verirlər. 6-7 yaş və sonraki dövrə gələk, bu dövrdə artıq qrammatik mükəmməllik hiss olunur, uşaqlarda nitqin sosial funksiyaları inkişaf eləyir. Uşaqlar özlərindən hekayələr uydurub, situasiyaya uyğun olaraq danışa bilirlər, fikirlərini daha ifadəli çatdıra bilirlər insanlara, sosial ünsiyyət daha aktiv olur bu uşaqlarda. İlhamə xanım, mənim görüntüm var, yoxsa gedib? Səs gəlmədi. Bəli, var, səs də var, görüntü də var. Kritik keçid dövrünə gələk, bağça və məktəb. Bağçada sərbəst vaxt rejimi olur uşaqlarda, ünsiyyət vasitəsi daha çox oyundan olur, fərdi qayğıları olur, amma məktəb mühitinə düşəndə uşaqlar biraz daha sərt olur qaydalar, 45 dəqiqəlik konsentrasiya müddəti olur uşaqlarda, şifahi cavab tələb edən dərslər daha çox olur. Nitq problemi olan uşaqlarda da yeni mühit kəskin stres yaradır, hətta bəzi uşaqlarda loqofobiya yaşayırlar. Loqofobiya da nitq qorxusu deməkdir. Nitqlərində olan problemə görə danışmaqdan, ünsiyyət qurmaqdan imtina edirlər uşaqlar. Bağçada belə deyim, uşaq daha doğrusu jestlərlə, yarımçıq sözlərlə istədiyini ala bilir. Çünki tərbiyəçisi onu başa düşür, anlayır, istədiyini ona verir. Amma məktəbdə müəllim artıq ondan daha aydın, səlis nitq tələb eləyir. Uşaq özünü ifadə edə bilməyəndə də daxili aqressiyası, özünə qapanması başlayır. Yaş dövrünə görə ən kritik, ən çox rast gəlinən nitq pozuntuları var. Ən başlıcası nitq inkişafının ləngiməsidir, disleksiyadır və kəkələmədir. Bu üç nitq problemi həm bağça dövründə, həm də daha çox məktəb dövründə daha çox rast gəlinir. Belə deyim, pedaqoq diaqnoz qoya bilmir, qoymur. Amma ən azından uşaqlar arasındakı nitq inkişafında olan fərqi görür və bu barədə valideynə bir məlumat verir. İlk öncə bunu qeyd etmək istəyirəm ki, daha yaxşı olar ki, bağça tərbiyəçilərində, müəllimləri uşaqlarda olan anlama problemi olsun və yaxud da fikrini ifadə eləməkdə çətinlik çəkmə olsun, 2-3 yaşından söhbət gedir. Məsələn, uşaq gəlir, su istəyir müəlliməsindən, su veri deyə bilir evdə, tam olaraq deyə bilir. Amma müəlliməsinə çatanda
əlləri başlayır, gərginlik artıq artır. Bu həm uşağın psixoloji durumu ilə əlaqəlidir, həm də fikrini çatdıra bilməməsi ilə əlaqəli bir durumdur. Başlayır su eləyir, qalır. Artıq evdə su ver deyə bilən uşaq bağçada su ver deyə bilmir. Bu da həm bağça mühiti ilə əlaqəli olur, həm özünə qapanma ilə, həm də ailədə olan bəzi münaqişələrlə əlaqəli ola bilir ki, uşağı etkiləyə bilir belə şeylər. Daha yaxşı olar ki, bağça müəllimləri uşaqların nitqində ən azından daha çox iş təcrübəsi olan müəllimlər, illərlə uşaqlarla işləyən müəllimlər bütün uşaqlardakı nitq inkişafını görürlər və artıq belə deyim, fərqlənən uşaqları, nitqində problem yaranan, ləngimə yaranan uşaqları bir-birindən ayırd eləməyi bilirlər. Daha yaxşı olar ki, valideynləri bu istiqamətdə yönləndirib mütəxəssisə və yaxud da ən azından bir nevroloq müayinəsinə yönləndirsələr daha yaxşı olar ki, bu uşaqda olan problem məktəb dövrünə kimi ağırlaşıb onunla bir yerdə inkişaf eləməz. Bu belə, pedaqoq bayaq dediyim kimi diaqnoz qoymur. Amma ən azından bu fərqi bilir və valideynə əvvəlcədən məlumat verir. Belə deyim, təhsil prosesində uşaq r səsini məsələn tələffüz edə bilmirsə, bu onun dərsi qavramasına heç bir belə deyim problem yaratmır. Dərsi qavramasında, oxumasında, anlamasında heç bir problemlə rastlaşmır bu uşaq. Amma uşaqda ümumi bir nitqində ləngimə varsa, bu ümumi nitq ləngiməsi nə ilə əlaqəlidir? Psixi proseslərin gec inkişaf eləməsi ilə. Məsələn, diqqət yayınıqlığı var uşaqda, təfəkküründə, təxəyyülündə inkişaf geriliyi var. Bunlar idrak proseslərinin hamısı hər hansısa biri inkişafdan qalanda o ən azından nitqə təsir eləyir. Çünki nitqlə idrak prosesləri bir-biri ilə belə deyim, bir-birinə sıx bağlı olan bir proseslərdir. Məsələn, uşaq r səsini deyə bilir, bilmir daha doğrusu, amma bu onun dərsi qavramasına heç bir problem yaratmır. Düzdür, məktəb dövrünə gəlib çatıbsa uşaq r səsini deyə bilmirsə, o artıq mütəxəssisə yönləndirilməlidir. Amma uşaqda ümumi bir nitq ləngiməsi var. O, belə deyim, məsələn, kökələmə var uşaqda, dizartriya var, alaliya var. Bu uşaqlar artıq hər hansısa bir müəllifin yazdığı nağılı oxuya bilir. Amma onu başa düşməkdə, suallara cavab verməkdə artıq çətinlik çəkir. Çünki bu proseslərin hamısı beyinlə əlaqəli olduğuna görə vaxtında müdaxilə mütləqdir. Sonra gələk nitq qüsurunun təhsildə gizli olan təsirlərinə. Tələffüz qüsuru uşaqlarda birbaşa yazıya və oxuya köçürülür. Bu da disqrafiyaya və disleksiyaya gətirib çıxarır. Uşağın tələffüzündə bir problem varsa, məsələn, disleksiya, disqrafiya yarana bilir uşaqlarda. Bu daha yüksək risk qrupuna daxil olur. Məsələn, uşaq şəkil yerinə səkil yazır. Keç yerinə keç kimi eyni sözləri həm qrafik olaraq, həm də leksik olaraq bir-birinin ardınca düzüb qoşub yaza bilmir. Bu da belə uşaqlar olur ki, bilik səviyyəsi yüksək olur, amma qiymətləndirmədən kənarda qalırlar bu səs tələffüz pozulmalarına görə. Çox vaxt bu uşaqları belə deyim, tənbəl, oxumaq istəməyən uşaq kimi damğalayırlar. Amma əslində uşaq dərsi bilir, sadəcə sinifdə sinif qarşısında, auditoriya qarşısında danışmaqdan utanır, nitqində olan sırf bu qüsura görə. Səhv də yazıların kökündə deyil, çox vaxt loqopedik olaraq yaranan problemlərdən qaynaqlanır. Təhsil mühitində düzgün yanaşmadan biraz danışaq. Pedaqoqun qızıl qaydaları var. Belə. Uşağın nitqində bir çox qüsurlar ola bilər. Daha çox məktəb dövründə həm dislaliyaya, həm də kəkələməyə rast gəlinir. Məsələn, uşaq 6 yaşı var, 7 yaşı var, 1-ci sinifə gəlir. Bağça mühitindən düşüb məktəb mühitinə daha burada qaydalar ciddidir, daha ondan məsuliyyət tələb olunur. Qarşısında belə deyim, öyrənməli olduğu dərslər var. 45 dəqiqəlik dərsə konsentrasiya olmalıdır, amma həm də nitq qüsuru var. Məsələn, kəkələməsi var. Kəkələmədən başlayaq. Belə deyim, uşaq çıxır, məsələn, m, b, p səslərində qıc olma baş verir, dodaq kəkələməsi yaranır uşaqda. Uşaq lövhəyə çıxır dərs danışmağa, məsələn, mənə bax demək istəyir, mənə bax kimi deyir. Burada müəllim nə etməlidir, pedaqoq nə etməlidir? Uşağın həyəcanını artırmamaq üçün uşağa tələsmə, sakit ol və yaxud da nəfəs al, sonra danış kimi ifadələrdən qətiyyən istifadə eləmirik. Çünki bu uşağın üzrlü sayın ki, bir dəqiqə üzrlü sayın.
Üzülür sayın, internetdə biraz problem yarandı, donma yaşandı. Səsim gəlir hamıya? Aha, bəli, gəlir. Aha, tamam. Bir dəqiqə. İnternet görüntüm getdi, səhv eləmirəmsə. Hər şey qaydasındadır. Kəkələmədən danışırdıq. Uşaq çıxdı lövhəyə kəkələdi. Bunda nə edirik biz? Sakit ol, tələsmə, nəfəs al, nəfəs ver, sonra danış kimi ifadələrdən qətiyyən istifadə eləmirik. Çünki bu uşağın biraz da kəkələməsini artırır, daha çox onu həyəcanlandırır. Zaten uşaq bax deyəndə o zaten özünü daha belə deyim, gərginlikdə hiss eləyir, daha çox həyəcanlı olur. Nitqində olan o qüsuru aradan qaldıra bilmir deyə, bunu idarə edə bilmir deyə. Ona görə belə deyim, onunla daha çox fərdi şəkildə məşğul olunmaq tövsiyə olunur. Fərdi şəkildə dediyim, ən azından loqopedik seanslara, psixoloji seanslara getdiyi müddət ərzində belə deyim, məsələn, dərs danışmalıdırsa tənəffüsdə dərs soruşula bilər və yaxud da uşaqdan yazılı şəkildə alına bilər. Bu korreksiya müddətinə aiddir təbii ki. Uşaq həmin müddətdə kəkələyirsə, cümləsini bitirməyi mütləq gözləmək lazımdır. Tənəffüsdə və yaxud da təklikdə uşağa biraz yönləndirmə daha yaxşı olardı pedaqoqlar tərəfindən. Məsələn, uşaq kəkələyir, bilirik ki, M səsində uşaq kəkələyir və yaxud da A səsini deyəndə cümləyə başlayanda kəkələyir, qıcolmalar orada baş verir. Bir çox insanların səhv elədiyi şey budur ki, məsələn, deyirlər ki, valideynlər olsun, mən çox rastlaşmışam və yaxud da pedaqoqlar olsun, uşağa deyirlər ki, nəfəs al, ver, sonra danış. Məsələn, sonra başla danışmağa. Bu tamamilə səhv bir fikirdir. Çünki boş nəfəs alır, verir. Boş ciyərə danışmaq kəkələməni biraz da artırır, uşağı biraz da gərginləşdirir. Məsələn, uşağı belə yönləndiririk. Məsələn, deməlidir ki, maşın. Nəfəs alırıq. Maşın. Artıq nəfəsi verəndə aldıq, saxladıq, verəndə sözlə veririk. Məsələn, maşın verə-verə sözü də ağzımızdan çıxardırıq. Bu həm kəkələmənin korreksiyasında çox önəmli bir şeydir ki, bu loqopedik seanslara da daha çox təsir eləyir, daha müsbət rol oynayır. Həm də uşağın həm emosional olaraq sakitləşməsini belə tənzimləyir, həm də ki, kəkələməsini qarşısına alır həmin müddətdə. Daha sonra pedaqoji səhvlər var. Bunları dedim. Bir də təkrarlama, düzgün de, diqqətli ol kimi sözlərdən qətiyyən istifadə eləmirik uşaqların. Məsələn, səs tələffüzündə problem var. Limon yerinə uşaq deyir limon. Müəllimənin, pedaqoqun limon, limon yox, l kimi təkrarlaması auditoriya qarşısında düzgün deyil. Çünki biraz da o uşağı həm aqressivləşdirir, həm dərsdən soyudur, həm artıq uşaq məktəbə gəlmək istəmir, danışmaqdan imtina edir. Bu məktəb prosesindədir bu danışmaqdan imtina eləmək. Bir müddətdən sonra artıq cəmiyyətdən təcrid olunur, sosial təcrid baş verir uşaqlarda. Danışa bilmir deyə uşağı bütün aktiv oyunlardan, tədbirlərdən uzaqlaşdırmaq düzgün deyil. Bəzi pedaqoqlar var ki, uşaq danışa bilmir, həyəcanlanır deyə onu heç bir aktiv təlimlərə qoşmurlar və yaxud məktəbdə hər hansısa bir tədbir keçirilirsə daha doğrusu ona şeir vermirlər, mahnı oxunmalısa mahnı vermirlər ki, bu uşağın tələffüzündə problemi var və yaxud da kəkələyir deyə yarıda kəsilə bilər. Əslində belə uşaqlarla əgər uşaq lövhə önündə kəkələyirsə, onun yerinə oturtmuruq ki, sən yaxşı danışa bilmirsən, keç otur, sonra danışarsan. Məsələn, nəfəs al və danış kimi ifadələrdən istifadə eləmirik. Bayaq dediyim kimi, təklikdə uşağa o nəfəs texnikalarını öyrədə bilərik. Hətta belə deyim, idman dərslərində elə pedaqoqlar olur ki, idman zallarında olurlar, eləsi olur, sinif otaqlarında olurlar. Nəfəs idmanlarından istifadə eləyə bilərlər uşaqlarla. Olan müdaxilə edeyim dənə sözünüzə, üzr istəyirəm. Buyurun. Əslində o uşaqların nitqindəki problemlər əvvəlcədən diqqət yetirməlidir valideynlər tərəfindən. Ən əsas burada pedaqoqlar yox, loqoped və defektoloqlar çalışmalıdır bu işlərin üzərində.
Bəli, müəyyən diaqnozları, məsələn, autizm diaqnozunu, daha ciddi diaqnozları loqoped defektoloqlar, psixoloqlar qoymağa düzgün deyil. Bunu nevropatoloqlar, nevroloqlar qoymalıdır. Amma müəyyən reabilitasiyaları, seansları mütləq şəkildə psixoloq, psixopedaqoq, loqoped defektoloq, bunlar hamısı bu prosedurlardan keçməlidir. Kəkələyən uşağın müəyyən necə deyim, onun problemlərini həll etməkdən ötürü mütləq şəkildə həm onu aydınlaşdırılmalıdır ki, mən özüm loqoped defektoloqam. Adımda Şəhadə, prosta burada adım yazılıb R, oğlum qeydiyyatdan keçib. İllərdir bu işin içindəyəm. Televiziya çıxışlarım da olub, Həkimsən verilişində, ATV kanalında, Xəzər televiziyasında. Yəni bu haqqda çoxu çıxışlarım da olub. Əslində qalanda pedaqoqlar, yəni o tipli uşaqlar, bayaq sizin o sözünüzə qatılıram, nevropatoloqlar, bəzi nevropatoloqlar o tipli uşaqları tez bir müddətə bağçaya yönləndirirlər. Halbuki əsla bu düzgün bir şey deyil. Bunlar yönlənməlidirlər, birinci özəl eğitimlər keçməlidirlər. Ondan sonra, çünki bunlar müəyyən etapdan sonra bağça dönəminə getməlidirlər. Məktəb prosesində də onlar ciddi, məsələn, pedaqoqun belə deyək də, çox yüngül formada yanaşması nəticə verə bilər də, yüngül şəkildə. Amma əsas onlar müalicə olmalıdırlar, mütləq şəkildə. Həm nevropatoloq tərəfindən, həm psixoloq, həm loqoped defektoloq tərəfindən. Yoxsa o daha da dərinləşəcək, üzü irəliləyən yaşlarda daha ağır bir forması olacaq. Yəni mən bu cür düşünürəm, qatıldım, müdaxilə elədim, üzr istəyirəm, sözünüzü kəsdim. Xoş oldu, çox sağ olun. Mən də sizin fikrinizə qatılıram. Mən də hardasa 5-6 il olar ki, loqopediya sahəsində çalışıram. Zəhmət olmasa hamı səsləri bağlayardı. Çünki qarışır səslər, exo verir. Deməli, indi elə sizin dediyiniz bir yerə gəlib çıxıram. Müəllim, loqoped və valideyn üçbucağı. İlk öncə bura keçməzdən əvvəl bir şey demək istəyirəm. Kəkələyən uşaqlarla səhv eləmirəmsə dediniz ki, nevropatoloq mütləq müalicə olunmalıdır. Mən kəkələyən uşaqları məsələn yanıma konsultasiyaya gətirirlər. İlk öncə onu göndərirəm YEG-yə. Əgər YEG-də orqanik kəkələmə çıxmırsa, funksional kəkələməsə, mən məsləhət görmürəm heç vaxt valideynlərə ki, nevroloq müalicəsi olsun. Çünki bu tam korreksiya oluna bilən bir durumdur. Beyində, belə deyim də, hər hansısa bir dəyişiklik olmur. İndi gələk müəllim, loqoped, valideyn üçbucağına. Burada bugün mən sırf loqopediyadan yox da nitq qüsurlu uşaqların məktəbdəki eğitimindən danışmaq istədim. Çünki belə deyim də, bir çox pedaqoqlar və yaxud da tərbiyəçilər düzgün yönləndirmə eləmirlər. Bu da belə deyim, həm məlumatsızlıqdan irəli gəlir, həm də nevroloqların səhv yönləndirmələrindən. Çünki hamı həkimdir, düz deyir deyə bir düşüncə var hamının beynində ki, həkim bunu deyirsə mütləq düzdür. Mən belə valideynlərlə dəfələrlə qarşılaşmışam. Sakitləşdiricilər yazırlar uşağa, antidepressantlar yazırlar. Deyirəm ki, bu düzgün deyil də, yəni antidepressantlar uşağa, 3 yaşında uşağa antidepressant yazan nevroloqlar var. Bəli, mən də valideynlərə hər zaman, yəni lazımsız dərmanlardan uzaq durmağı, illərlə artıq mən 22 illik iş təcrübəm var və valideynlər ən birinci növbədə bilirsiniz necə, burada valideynlər ən birinci növbədə maariflənməlidirlər. Çünki valideynlər maarifli olarsa, gələcəyə biz sağlam övlad yetişdiririk. Sanki pedaqoq sonraki bir mərhələdə, məsələn, nitq qüsurlu olan uşağa orta məktəbdə pedaqoqun iş müdaxiləsi çox çətindir. Pedaqoq orada dərsin deyir, amma nitqinin qüsurunu bərpa eləmir ki uşağın. Ona görə valideynlər hər xırda bir problemə diqqət yetirməlidirlər ki, yəni gələcəkdə daha o belə deyək, nəzərə çarpan bir problemə çevriləcək. Ona görə də valideynlərə ən çox maarifləndirici təlimlər verilməlidir ki, valideynlər uşaqların üzərində daha çox diqqətli olmalıdır. Nevropatoloq götürür, ağlına gələn dərmanı yazır, tamam zərərli bir şeylər, yaxud da ki, əlaqəsi olmayan, amma nə yazıq ki, biz məsələn o diaqnozu qoymaq bilirsiniz də, iqtidarında deyilik, diaqnozu həkim qoymalıdır. Burada da artıq belə valideyn də bu nöqteyi nəzərdən həkimə daha çox bel bağlayır və inanır ona görə. Amma təbii ki, autizm diaqnozu olan uşağa
elə bir diaqnoz qoyur ki, yəni halbuki bu uşaq autizmdir. Həkimin autizmlə anlayışı yoxdur. Əlamətlərin sayı autizmdir bu uşaqda. Neçə əlaməti var. Həkim ona götürür elə ağlına gələn bir şeyi qoyur. Hə, doktor, valideynə deyirsən ki, get həkimi dəyiş. Amma sən onu diaqnozunu belə deyək də qoya bilmirsən. Qoyursan, sən onu yəminliklə ixtiyarın yoxdur da, ixtiyarın yoxdur. Amma həkim olaraq, amma bir də məsələn mən şəxsən dəfələrlə praktikamda rast gəldiyim məsələlərdən biri də olub ki, məsələn mən valideynimə demişəm ki, get həkimi dəyiş. Mən Açığınız xeyir, mən də qoşulmaq istərdim sizin söhbətinizə. Siz çox geniş izah verdiniz. Təəssüflər olsun ki, uşaqlar az yaş dönəmində, yəni 3 yaşa qədər dönəmində biz bilirik ki, heç bir həkim, heç bir psixiatr uşağa autizm diaqnozu qoymur. Əvvəlcə nə qoyurlar? Pinil diaqnozu. Psixi inkişaf diaqnozu qoyurlar. Əslində ancaq uşaq 40 günlüyündə artıq müəyyən diaqnozları özü göstərir. 40 günlüyündə uşağa əgər işığa reaksiyası yoxdursa və yaxud da hər hansı bir qığıltısı yoxdursa, deməli bu uşaqda artıq siqnallar başlayır. Sadəcə bizim səhiyyəmizdə, mən başqa bir səhifədən baxmaq istəyirəm. Bizim səhiyyəmizdə mən problemi sahə həkimlərində görürəm. Çünki bizim birinci uşağa baxaq, sahə həkimidir. Sahə həkimi valideyni bilinçləndirməlidir ki, ay valideyn, sənin uşağında siqnal var. Sən uşağı ən azı telefon qabağına, televizor qabağına qoyma. Sənin uşağın reaksiyaları zəifdir. Və yaxud da sənin uşağın səsi eşitmir. Vaxtında düş, get qulağını yoxlatdır. Və yaxud da işığı görmür. Sənin uşağın get gözünü yoxlatdır. Bizim sahə həkimlərimiz nə edir? Gözləyir. Uşağın 1-2 yaşı olur. Uşağın yuxusunda, uşağında müəyyən problemlər. Sonra valideyn düşün nevropatoloqların əlinə. Nevropatoloqlar nə deyir? Sizin uşağınızda mən ləngimə görürəm. Amma baxanda biz gerçəyə Rauf Mirzəyevdir, səhv eləmirəmsə adı. Mən Səhla Əliyeva. Xanımın dediyi düzdür. Biz baxanda gerçəyə biz uşaqda əlamətləri görə bilərik. Mən sizin sahənizdən deyiləm. Sadəcə mənim ixtisasım inklüziv üzrədir. Mən universitetdə işləyirəm. Baxanda biz uşağa, sizlər uşağa baxanda misal üçün deyim, lap sizlər deyil. Görürsünüz ki, müəyyən əlamətlər var, autistik əlamətlər var. Ancaq valideynə deyəndə valideyn deyir ki, yox, filan nevropatoloq bizə pinil dedi və filan psixiatr da bizə pinil dedi. Çünki 3 yaşa qədər bizim səhiyyəmiz autizm spektr əlamətlərini qəbul eləmir. Düşünürlər ki, 4 yaş olsun, 5 yaş olsun və uşağın o, necə deyirlər, ağac gənckən əyilər söhbəti var ya, ağacı biri var 2 yaşında yəsən, 3 yaşında yəsən, biri var uşağın artıq yaşı dolur, 4 yaş olur, 5 yaş olur və onu əymək çox çətin olur. Çox uşağın defektoloji, korreksiya edici problemləri böyüyür. Biri var ki, o necə deyim, yaş ardıcılığın, puzzleların müəyyən dövrlərdə biz bərpa eləyək. Biri var ki, o puzzlelar, boşluqlar qalır, uşaq gəlir 6 yaşına, 4 yaşına, 5 yaşına. Yenə deyirəm, bunun başlanğıcı sahə həkimlərindən başlamalıdır. Və uşaq, əgər valideyn bir şey istəyirsə, uşaqda autistik olsun və yaxud da nitləngiməsi olsun. Nevropatoloqlar, bilirsiniz necə, demirəm, savadlı nevropatoloqlar da var. Düzgün müalicə edən nevropatoloqlarımız da var. Amma bəzən həqiqətən də ucudan tutma, 3 yaş, 2 yaş uşaqlarına ucudan tutma o qədər dərmanlar yazırlar ki, valideyn bilmir o dərmanı alsın, versin. Gəlir, məsəl üçün, sizin kimi bir mütəxəssislər. Deyir, axı, sənin uşağa boyda dərman nəyə lazımdır? Sənin uşağın yaşı azdır. Sən bu qədər dərman necə verə bilərsən? Axı, həkim belə dedi. Yəni, mən təcrübəmdə müəyyən 15 illik stajım var. Mən təcrübəmdə çox belə hadisələrlə rastlaşmışam və bunun kompakt deyilir. Siz hansı üçbucaq deyirsiniz. Həkim üçbucağı, valideyn üçbucağı, mütəxəssis üçbucağı deyirsiniz. Məhz o üçbucağın zəncirdir də. Yəni o zəncirin gəlir o müalicə hissəsində zəncir qırılır və yaxud da valideyn hissəsində qırılır. Mütəxəssis 45 dəqiqə ilə heç bir uşağa gətirib onu müəyyən bir səviyyə çatdıra bilməz. Mütəxəssis onu 45 dəqiqə disiplinə salır. Digər hissəsi valideyn üzərinə düşür. Valideyn onun disiplinini davam elətdirməlidir. Elətdirmə və müəyyən bir müddətdən sonra biz heç nəticə almadıq. Bəlkə dəfələrlə sizlər də eşitmisiniz. Yəni sizin ən yaralı yerinizdir, mən düşünürəm ki, əziyyət çəkirsiniz, uşağa söz qoyursunuz, sözü dedirirsiniz. Valideyn elə gözləyir ki, bir dəqiqənin içində, bir 10 gün içində uşaq olsun, bülbül kimi ötsün və yaxud da kəkələməsi yox olsun. Bu siz mütəxəssislərin ən yaralı yeri məhz bu mövzu ola bilər.
Çünki valideyn dərk eləmir ki, mən burada əsas valideynlər günahkar görürəm. Valideyn dərk eləmir ki, mənim uşağımın problemi budur və mən bu uşağın probleminə düzgün istiqamət götürməliyim və o zənciri bərpalamalıyam mütəmadi. Yəni mən həyatımın ən xoş dəqiqələrini də belə uşağımın üzərində qurmalıyam ki, onun o sizin mövzunun adı nədir? Bağçadan məktəbə. O bağçadan məktəbə dönəmi var. O dönəmdə uşaq bərpa eləməlidir ki, ən azından məktəb dönəmində 10 uşaqdan seçilməz. Çünki bir 30 nəfər uşaqdırsa, 30-un hamısı əlaçı olmur ki. Az oxuyanı var, yaxşı oxuyanı var, diqqəti dağınıq olanı var, yerində hiperaktiv olanı var. Ən azından onu bilməlidir. Adi mən özümdən misal çəkirəm. Mənim balaca oğlumun 3 yaşı var. Bu dəqiqə bağçaya gedir. Bağçada onunla paralel uşaq var və mən uşağa baxanda indi mən inklüzivlə bağlı təlimlərimi çox almışam deyə mən işləm mütəxəssis deyiləm. Uşağa baxanda mən görürəm autistik əlamətlər var. Uşaq havadadır. 3 yaş uşağın 3 yaşı. Havadadır və valideynə sual verirəm ki, sizin uşağınızda siz nəsə istəyir, uşaq danışmır. Yəni özünü ifadə eləmədən. Mən uşağımı soyundurma otağında geyindirib soyunduranda uşaq ancaq gedir bütün şıqları dağıdır və göz havadadır. Və yenə gəlir həmin xanımın dediyi kimi valideyndə bitiriş. Yəni valideyn uşağının problemini bilməlidir və o problemin arxasınca da qaçmalıdır. Sizin də mövzunuzu almaq istəmirəm sizdən. Çünki danışanda söz dolu oldu, o sözü gətirir. Uzanır mövzu. Siz davam edin. Bəli. O qədər yəni mən illərdir bax valideynlər bəzən olur ki, məsələn bugünkü günü məsələn deyir ki, məsələn filan kəs əmisi də belə danışır, babası da belə danışır, filan kəs də belə danışır. Yaş vaxtı gəlir çatır 6 yaş, 7 yaş, artıq məktəbdə gəlir, onda gəlir deyir ki, uşaq akademik cəhətdən gəlir ki, uşaq geridir. Təbii ki, problemi olan uşaq akademik cəhətdən müəyyən problemlərdə geri qalacaq müəyyən etaplarda. Yəni valideyn zamanında düzgün yanaşmalıdır. Yəni ən çox bugünkü günü mənə elə gəlir ki, uşaqdır. Nə var uşağı işləməyə? Əsas problem valideynləri, nənələri, babaları maarifləndirmək lazımdır. O qədər ailələr var Sözlə ki, bir də qoşuluram. Bal ilə kəsim sözünüzü. Siz orada deyirsiniz, nənələr, babalar, əmisi, dayısı belə danışır. Bəli, o dövrdə bu qədər qabardılmırdı problemlər. O dövrdə yola verirdilər. Sinifin daxilində bizim özümüz də, mənim 37 yaşım var, mənim sinif yoldaşım məsəl üçün nə yazmağı bacardı, nə oxumağı bacardı, gəlirdi qıraqda otururdu. Bu gün mən bu təlimləri ala-ala və iş prosesində fikirləşdim ki, yəqin o autizm idi. Yəni onu artıq mən o keçmişi müqayisə edirəm və düşünürəm, amma o dövrdə heç kim diaqnoz qoymurdu uşaqlara. Amma bu gün diaqnoz qoyulur, inklüziv təhsil üçün müəyyən şəraitlər yaradılır. Bu gün bir də ki, o nənələr, babalar, dayılar getdikcə mutasiya olur. İstər-istəməz o mutasiya olur və uşaqda problemlər çoxalır. 7 il bundan qabağa qədər, 7 il bundan əvvəl 3 yaşında artıq autizm diaqnozu qoyulursa, amma hal-hazırda artıq daha erkən yaşlarda diaqnoz qoyulurdu. Halbuki 7 il bundan əvvəl 3 yaşa qədər heç bir həkimin də qoymağa ixtiyarı yox idi. Əlamətlər olsa da belə, yəni 3 yaş müddətindən sonra belə o əlamətlər daha çox özünü viruzə verirdi. Mutasiya uğraya gəlib çıxsa artıq 1 yaşında, 10 ayında artıq biz o əlamətləri və o diaqnozu qoymaq iqtidarındayıq. Yəni artıq bu uşaqda bilirik ki, budur problem. Yəni valideynlər düzgün yanaşsa, biz məktəbə normal orta məktəbə, əgər hər bir valideyn istəyir ki, uşağı normal orta məktəbə getsin. Və buna görə də biz əvvəldən, balaca yaşdan o addımları atmalıyıq. Yəni çox yaxşı olardı ki, həqiqətən də bu mövzular çox ciddi, yəni gələcəyimiz olan uşaqların hansısa bir problemi gələcəkdə o qədər ciddi bir şeylərə gətirib çıxardıq. Gələcəyin sağlam olması üçün uşaqları kökdən yaxşı formada inkişaf etdirmək lazımdır. Belə təlimlər mən fərqinə varmıram. Nə cür yəni harda oldu bu təlimlərə qatılıram. Yəni çox yaxşı mövzuya qoymusunuz. Və Allah razı olsun. Təşəkkür edirəm. Həqiqətən də geniş mövzudur. Vaxtımızı da aldıq, haqqımızı halal edin. Təlim verən sizsiniz, amma sadəcə olaraq bu ümumi belə deyək də diskussiya zamanı müəyyən fikirlər müzakirə olması da hamısını daha maarifləndirici olar. Son 5-6 dəqiqə ilə mövzunu bitirim, sonra keçək müzakirələrimiz olarmı?
Olar, qurtarın, bitirin. Gələk üç bucağa, müəllim, loqoped, valideyn üç bucağına. Bu üç bucaqlardan biri qırılırsa nəticəmiz olmur. Bayaq dediyimiz kimi loqoped 45 dəqiqə, maksimum saat yarım, bəzi hallarda kəkələməklə saat yarım işlənilir. Mən şəxsən kəkələməli uşaqları 45 dəqiqəlik seansa götürmürəm, çünki onun nəfəs məşqləri var, bəzi gimnastikaları var, metronom proqramları falan var. Onlar 45 dəqiqəyə sığdırıla bilən bir belə deyim də proqramlar deyil. Saat yarım. Maksimum deyil, saat yarımdan həftədə 3 dəfə uşağın nitqində belə wow bir irəliləyiş əldə etmək mümkün deyil. Bunun üçün məsələn səs tələffüz pozuntulu bir uşaqdır. Loqoped belə deyim, seansda səsi qoyur, müəllim tərəfindən həmin səs dəstəklənməlidir sinifdə. Məsələn, loqopedin verdiyi tapşırıqlar müəllim tərəfindən, pedaqoq tərəfindən də dəstəklənib icra olunmalıdır. Ən azından məsələn uşaq artıq s-ını deyə bilmirsə, loqoped s səsini qoyubsa, məsələn, uşaq gedir məktəbə, hər hansı məsələn səs demək istəyir, şəş kimi tələffüz edir yenə onu. Uşaq s səsini deyə bildiyi halda yenə qeyd edirəm. Artıq onda pedaqoq loqopedin dediyi kimi həmin müdaxiləni eləyib səs kimi uşağa dedirtməlidir. Çünki artıq uşaq s səsini deyə bilir. Bu belə deyim, istiqamətdə pedaqoq öz işini görməlidir, köməklik eləməlidir. Həmçinin də evdə valideyn verilən tapşırıqları yerinə yetirməlidir ki, bir nəticə olsun. İkinci bir şey olaraq da valideyn evdəki o emosional sabitliyi qoruyub saxlamalıdır. Çünki uşağın nitqində olan hər hansısa bir problem zaten onun emosional durumu ilə əlaqəli olur. Biraz da evdəki gərginliyi uşağı daha çox gərginləşdirir, aqressivləşdirir, özünə qapanıq eləyir. Daha sonra keçək müəllimlər üçün praktik sinif idarəçiliyinə. İlk öncə sinifdə uşaqlar müəllimə daha yaxın əyləşdirilməlidir. Mərkəzi partalarda oturulmalıdır uşaqlar. Nitq qüsurlu uşaqlardan söhbət gedir. Şifahi sorğuları müəllimlər daha yaxşı olar ki, fərdi formada aparsınlar. Məsələn, sosial rollu oyunlar oynanılırsa, hər hansısa bir belə deyim, mövzuda qrup məşğələləri olursa, nitq tələb eləməyən, amma liderlik göstərən vəzifələr verilə bilər uşaqlara. Məsələn, sinifdə hansısa bir kağızların paylanması, sinif xəzinədarı ola bilər. Bir çox rollu oyunlardan istifadə olunub. Bu nitq qüsurlu uşaqlara səssiz rollar verilə bilər. Bu da uşaqda özgüvəni bərpa eləyir, özünü daha faydalı, daha vacib hiss eləyir. Daha çox özünə inamı artırır deyərdim. Həm də nitqin korreksiya müddətinə müsbət təsir eləyir. Daha sonra bir şey də qeyd eləmək istəyirəm. Çox yaxşı olar ki, məsələn, kəkələyən uşaqlarla işləyəndə valideyndən müəllim və loqoped, həmçinin də nevroloq paralel şəkildə işləsinlər. Elə müəllimlər olur ki, məsələn, uşaq ancaq kəkələyir, həyəcanlananda, özünü belə deyim, gərgin hiss eləyəndə kəkələyir. Həm bəzi belə deyim, mütəxəssislər olur ki, deyirlər, loqopedə ehtiyac yoxdur, uşaq ancaq emosional vəziyyətlərdə kəkələyir. Onu sırf psixoloq məşğul olmalıdır, yəni psixoloji istiqamətdən korreksiya işə alınmalıdır. Amma mən bu fikrimlə razı deyiləm. Çünki belə deyim də, uşağın emosional vəziyyətdə kəkələməsi nitqində artikulyasiya aparatının ən azından o qıcılmaları yaradır. Bu qıcılma varsa, bu qıcılmanı aradan qaldırmaq üçün loqopedik seanslar mütləqdir. Bəli, çox düzgün vurğuladınız, çox sağ olun. Həqiqətən düzdür. Bu belə deyim, seanslar məsələn elə olur ki, uşaq durduğu yerdə, yəni gün boyu kəkələyir, loqoped deyir ki, psixoloqa ehtiyac yoxdur, özüm işləyirəm. Bu da yanlış bir şeydir, çünki ən son mərhələdə loqoped olaraq mən uşağın təşvişini, gərginliyini, həyəcanını işləyirəm. Ən azından uşaqda artıq kəkələmə yoxdur. Elə olub ki, mən idman zalına aparmışam uşağı, düzdür, psixoloqla çalışırıq bir paralel olaraq. Uşağı idman zalına aparmışam, kəkələməsi tamam aradan qalxıb, diafraqma, nəfəsi, hər şey normasındadır, kəkələmə ümumiyyətlə yoxdur. Son seanslarımızda aparmışam uşağı idman otağında. Yəqin ki, görmüş olarsınız bəziləriniz. Duy bütünləmə otaqları olur. Koordinasiyanı bərpa eləmək üçün nazik taxtaların üstündə uşağı gəzdirirlər. Uşağı onun üstündə
gəzdirə, uşağı onun üstündə gəzdirə, hekayə danışdırmışam, anidən uşağı itələmişəm ki, o təşviş anında o kəkələməsini idarə etməyə bacarsın. Bəzi loqopedlər bunu işləyirlər, amma deyirlər ki, psixoloqa ehtiyac yoxdur. Mən bununla da razı deyiləm. Biz bu təşvişi işləyiriksə, psixoloqda digər aspektlərini işləməlidir. Uşaqda qorxular ola bilər, digər şeylər ola bilər. Bundan da məncə belə deyərdim ki, həm valideyn məlumatlandırılmalıdır, həm də işlənilən Bir də üzr istəyirəm, nə yazıq ki, bu aktual bir məsələn hazırda Axşamınız xeyir olsun. səsi bağlanır. Axşamınız xeyir olsun dəyərli üzvlər. Xahiş edirəm təlimçinin fikrini bölməyək, özü bitirsin cümləni, çünki burada 30 nəfər onun üçün qatılıb. Mən təlimin əvvəlində də hər dəfə bildirdiyim kimi icazə verək. Əgər təlimçi sual versə, bəli, onda haqqınızı danışasınız, cavab verəsiniz, fikir bildirəsiniz, amma fikrini bölməyək, tam bildirsin. Ondan sonra hər birinizə söz verirəm, istədiyiniz qədər fikir bildirə bilərsiniz. Xahiş edirəm bölməyək, bitirək. Buyurun Şəfə xanım. Çox sağ olun. Son olaraq yenə də praktik sinif idarəçiliyinə toxunmaq istəyirəm. Üzr istəyirəm, bir dəqiqə internetdən istəyirəm. Üzr sayın. Sinif idarəçiliyinə son olaraq toxunmaq istəyirəm. Sinifdə uşaqlar müəllimlərə yaxın əyləşdirilir. Uşaqlara maksimum vəzifələr verilir, səssiz oyunlar ola bilər, digər məşğuliyyətlər ola bilər, qrup məşğələlərində belə deyim, paylayıcı vəzifələr ola bilər, sinif xəzinədarlığı verilə bilər uşaqlara. Uşağın nitqindən istifadə etmədən özünü vacib hiss elətdirmək çox vacibdir. Pedaqoqlar, yəni bu məsələyə daha çox üstünlük versələr, daha yaxşı olar. Həm bizim işimizdə, həm psixoloqların, həm də belə deyim, nitqin inkişafında, korreksiyasında önəmli bir müsbət təsir göstərər. Təlimimiz bu qədər. Unutmayaq ki, səbirlə yanaşdığımız hər uşaq gələcəyin bir şəxsiyyətidir. İndi məncə hamı suallarını verə bilər. Məncə hamının ürəyi doldu, çünki aktual mövzulara toxunmuşuq. baxın, mən bayaq sesim bəli. gəldi. Onu deyim. Bəli. Deməli 14 dəqiqə vaxtımız var. Ən qısa formada hər kəsə 1 dəqiqə ayırmaqla vacib suallarınızı verin. Ən qısa formada ki, hamıya vaxt çatsın, yaxşımı? Buyurun, bildirə bilərsiniz Tamam. fikrinizi. Bir dənə mən bu sözümü deyim, heç sual verməyəcəm. Sadəcə olaraq fikrimi bildirəm. İstəyirəm ki, Şəhla xanım da bu haqqda bir məlumat versin. Yəni nə yazıq ki, hazırdakı mərkəzlərdə ən belə deyək, populyar və gündəmdə olan mərkəzlərdə kəkələmə proqramı ilə işləyərkən kəkələməni sanki əvvəl sonra qoyurlar, şeir öyrədirlər, mahnı oxudurlar. Təbii ki, kəkələmədə siz, yəni bilmirəm nə dərəcədə razısınız, məndən razı deyilsiniz. Şeirdə və mahnıda kəkələmə onsuz da o qədər də bilinmir. Yəni ən əsas bir forma. Yəni bu düzgün əsas birinci artikulyasiya aparatında nəfəs gimnastikaları, diafraqma hərəkətləri mütləq şəkildə düzgün formada. Bir də çox bəzi uşaqları da mütləq şəkildədir ki, duyu bütünləmə seansları. Yəni o da kəkələməyə müsbətdir. Amma şeiri ən ağır kəkələməyə şeiri öyrətsən, əvvəl sonranı qoysan, heç bilməz ki, bu uşaq kəkədir, ya kəkələmir. Şeirdə zaten